Ramazan ayında bütün müsəlmanları maraqlandıran suallardan biri də fitrə zəkatdır. Bu il insan bir fərdən nə qədər fitrə zəkat çıxartmalıdır? Fitrə zəkatı adam başına 3 kilo buğda, arpa, düyü, xurma kimi ərzaq vasitələrindən çıxardılır. Bu isə hal-hazırki dövrümüzdə bu ilki ilimizə görə 3 manat 15 manat arasındadır. Təbii ki, minimal 3 manat götürə bilərsiniz. Amma nə qədər çox adam başına fitrə zəkatı versəz, bu sizin həm maddiyyatınıza, həm də mənəviyyatınıza böyük təsir eləyəcək. Müsəlmanları maraqlandıran ikinci sual da budur ki, fitrə zəkatı nə vaxt verilməlidir? Fitrə zəkatı bayramın axşamında çıxarılır və bayram namazına qədər verilməlidir. Amma əgər fitrə zəkatını çıxarmağı bir nəfər unutsa, yadına düşən vaxtı ona vacibdir ki, fitrə zəkatını çıxartsın. Üçüncü sualımız da budur ki, fitrə zəkatını kimlər çıxarmalıdır? Fitrə zəkatı həddi buluğa çatmış, ağlı yerində olan, sağlam olan, ruzusu olan hər bir şəxsə vacibdir. Həmçinin özünün və dolandırdığı, onunla yaşayan hər bir şəxsin fitrə zəkatını vermək həmin şəxsə vacibdir. Digər bir sual da budur ki, fitrə zəkatı kimlərə verilməlidir? Fitrə zəkatı müsəlman olan fəqirə verilməlidir. Amma bunun şərtləri var. Şərt budur ki, ədalətli olmalıdır, yəni aşkarda günah eləyən bir şəxs olmamalıdır. Həmçinin insanların qarşıladığı bir məsələ var. İnsanlar fitrə zəkatını namaz qılmayan şəxslərə vermək istəyirlər. Bu isə dinimizdə icazəli deyil. Fitrə zəkatı namaz qılan fəqirə verilməlidir. Əgər bir insan fəqirə əl tutmaq istəyirsə, fitrə zəkatından əlavə olaraq aparıb ona sədəqə verə bilər. Fitrə zəkatı biraz geniş bir məsələdir. Lap dərinliyi ilə araşdırmaq istəsəz, kitablara müraciət edə bilərsiniz.